Ukraynada vurulduğu ehtimal edilən MH17 Malayziya təyyarəsinin istintaq müddəti uzadılıb. Hadisə yerində hələ də Avstraliyalı və Hollandiyalı ekspertlər işləyir. Ukrayna ərazisində qəzaya uğrayan təyyarənin Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi olduğu ehtimal edilir. Qəza ilə bağlı aparılan istintaq işləri 9 ay müddətinə uzadılıb. Göyərtəsində 298 nəfər sərnişin və heyət üzvü olan Boeing sərnişin təyyarəsi iyulun 17-si Ukrayna üzərində qəzaya uğrayıb. Təyyarənin vurulduğu ehtimal edilsə də uzun müddət davam edən araşdırmalardan sonra təyyarənin xarici amilin təsiri ilə qəzaya uğradığı açıqlanıb. Associated Press agentliyinin Avstraliyanın Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə qəzanı araşdıran Hollandiyalı və Avstraliyalı ekspertlər hadisə yerində təhlükəsizlik bərpa olunduqdan sonra həmin əraziyə qayıda biləcəklər. Avstraliyanın baş naziri Tony Abbott təyyarə qəzasında həlak olanların yaxınlarına maddi təzminatın ödəniləcəyini deyib.